Bugün sizə döyüşdə bir boksçunun buraxa biləcəyi və vura biləcəyi ən təhlükəli zərbələrdən biri barədə danışacağım. Bu, qaraciyər zərbəsidir. Buna liver shot deyirlər ingilislər. Gəlin birinci zərbə buraxılan zaman ağrının səbəbi barədə danışaq. Səbəbi qaraciyərin özü yox, onu örtən qişa səbəbdir buna. Bu adlanır qlison qişası. O çoxlu sinirlərə malikdir, sinir uzvlarına malikdir. Zərbə dəyən zaman bu qişa dartılır, sinirlər beyinə kəskin ağrı göndərir. Yəqin ki, həyatınızda bir dəfə də olsa sparing eləmişsinizsə, bu ağrını hiss eləmişsiniz. Bu, normal əzərə dartılmasında olan ağrıdan qat-qat kəskin ağrıdır. Və qaraciyər bildiyiniz kimi bədənə əsas enerji paylayan orqandır. Zərbə dəyən zaman bu proses yavaşlayır, bədən boşalır və sən ağrıdan əlavə həm də yorğunluğun getdikcə artır döyüşdə. Ona görə də çalışmaq lazımdır ki, qaraciyər bizdə düşür sağ dirsəyin aşağısına, həmişə sağ dirsəyimiz yerində olsun, çənəmizi qorumaqla bərabər qaraciyərimizi də qoruyaq. İndi sizə bir nümunə göstərəcəm. Gennady Golovkin bildiyiniz kimi boks tarixində ən möhkəm çənəyə malik boksçulardan biri kimi tanınır. Lakin onun Sergey Derevyanchiko ilə döyüşdə buraxdığı qaraciyər zərbəsindən sonra necə geri çəkildiyi yəqin ki, döyüşə baxanların yadındadır. O çənəyə buraxdığı zərbədən heç vaxt geri çəkilmirdi, amma o zərbədən necə geri çəkildiyini döyüşə diqqətlə baxsanız hiss eləyəcəksiniz. Qaraciyərinizi qoruyun.